İzləyicilərimiz, hər vaxtınız xeyirli olsun. İlk bizim səhifədə gözəl bir 5 otaqlı evimizin təqdimatındayım. Qiymət münasibdir, şişirdilmiş qiymət deyil. Hörmətli izləyicilərimiz, sot yarım torpaq sahəsində qoşadaşla inşa olunmuş 2 manatdan istifadə olunmuş evimizin təqdimatındayım. Hörmətli izləyicilərimiz, üz görünüşünü görürsünüz, möhtəşəm üz görünüş var. Bu proyektlərimiz satışda çox qalmır. Hündür zizəmsi var ki, alt hissəsinə bütün artıq əşyalarınızı yerləşdirə bilərsiniz. Pult nömrə olan jaliz qapısı, əl qapısı, ADN, həyət yanı sahəsinə rahat şəkildə 2 maşın daxil olur. Həyət yanı sahəsi işıqlanmasına kimi mövcuddur. Evində, torpağında kupçası var ki, dövlət ipotekasına da yararlıdır. Üzü kimi iç təmirdə çox səliqəli, gözəl aparılıb daxil olan evimizin iç sahəsinin təqdimatına. Evimizə daxil olarkən, baxın, belə bir dəhliz bizi qarşılayır. Otaqlara bölgü dəhliz vasitəsindəndir. İkinci mərtəbəyə qalxan pilləkənlər, beton pilləkənlər, üzü mərmər daşlardan üzləridir. Qranit metlaq göl hissələr hər birisi istiqoldan təchiz olunub. Sol tərəfdə yerləşir evimizin, baxın, belə bir gözəl səliqəli qonaq otağı yerləşir. Tavan hündürlüyü 3 metr 20 santimdən hündürdür. Vitraj şəbəkə pəncərə evin işıqlamasında böyük üstünlük təşkil edir. Burada yerləşir birinci mərtəbədə olan yataq otağı. Bütün aynaların qarşısı açıqdır, hörmətli izləyicilərimiz. Birbaşa günəş şurası rahat şəkildə evə daxil olur. Burada yerləşir sanitar qovşaq. Sanitar qovşağın bir tək tavanı qalıb, o da qısa müddət ərzində tam hazır şəkildə təhvil veriləcək. Burada yerləşir, gördüyünüz kimi bizim mətbəxi, mebel altına kimi işlənilib, bütün kameralar mətbəxdə mövcuddur. Evində torpağı ilə təkrar olması kupçası var, bütün kameralar təchiz olunun mərkəzi kanalizasiya sistemidir. Daxil olan ikinci mərtəbəyə, ikinci mərtəbədə də bölgü dəhliz vasitəsindən aparılıb. Evdə təmir necə yekunlaşır? İlk bizim səhifədədir, hörmətli izləyicilərimiz. Sadəcə təmizlik işi qalıb, bir təmizlik işi qalıb. Burada da bölgü dəhliz vasitəsindən aparılıb. Bu hissədə yerləşir yataq otağından birincisi. Bu evdə üstünlüklər çoxdur. Yataq otağından yine də sanitar qovşaq, baxın, qoşadaşla inşa olunub. Yataq otağında sanitar qovşaq olmaq üstünlüklərdən biridir. Bu hissədə yerləşir. Baxın, qladovka. Evdə hər şey düşünülür, hörmətli izləyicilərimiz. Əlavə olaraq qladovka, yataq otağında sanitar qovşaq, bu hissədə yerləşir. Digər yataq otağı, hər bir aynanın qarşısı açıqdır. Bu hissədə sonuncu yataq otağı yerləşir. Burada isə ikinci mərtəbədə ümumi sanitar qovşağı. Baxın, dəyərli izləyicilər, bu qoşadaşlı hər bir hissəsi. Abşeron rayonu Masazır qəsəbəsi Cantəpə ərazisində yerləşir, hündür ərazidir. 142 sayılı marşrut xəttinə, 569 nömrəli marşrut xəttinə çıxışı var. 139 min start qiymətdir. Real müştərilərdən qiymətlər razılaşmaqda olacaq. 051 635 17 97 nömrəmizdə əlaqə saxlayıb daha dolğun məlumat ala bilərsiniz. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.